Sonra günlərin bir günü mən ana olacağımı öyrəndim və tez xanıma yazdım. O xanım yadıma düşdü. Yazdım ki, bəs mən ana oluram, 2 canlıyam da artıq. Amma cinsiyyətini mən yəni sizə yazmadım da 2-3 gün qabaqcadan. İndi xanımın mesajlarını da qoyacağam sizə. Hesablama atdığında qoyacağam. Mənə yazdığı ki, siz niyə 2-3 gün öncədən mən yazmadınız axı? Mən sizə tapşırmışdım və s. Elə bir mesaj yazmışdı mənə ki, yəni niyə mən dediklərimi eləməmisiz? Hə, gəlirəm. Hə, vurmuşam. Onları da indi bura qoyacağam. Xanım dedi ki, indi cinsiyyət çıxanda bilərik, dediyim ay tutub, yoxsa tutmayıb. Amma gərək mən dediklərimi birə-bir eləyərdiniz. Mən, əgər oğlan olmasa mənlik deyil. Mən də dedim, onda qismət görək də. Amma cinsiyyəti öyrəndikdən sonra, bu arada bütün qohumlarımız şahiddir. Mən cinsiyyəti qız bilirdim ilk gündən. Öyrəndikdən sonra